Əslində insanların uyğunlaşmaq istəkləri çox normaldır. Yəni ki, hər kəs bir müəyyən bir simadadırsa, məsələn, şişirdilmiş dodaqlar və sair kimi metodlardan istifadə eləyirsə və bu artıq adiləşmiş, normallaşmış bir görüntü halına gəlirsə, digərlərinin buna normallaşmaq istəyi şuuraltıdır. Niyə? Çünki biz toplumdan geri qalanda, hər kəsin etdiyini etməyəndə bizim beynimiz bunu bir risk olaraq görür. Biz geridə qalmış və yaxud o ağ qarğa kimi qalmaqdan ehtiyat edirik və istər-istəməz nəticədə uyğunlaşmaq üçün müəyyən addımlar atırıq. İndi təsəvvür edin ki, bu böyüklər üçün keçərlidirsə, yeniyetmələr üçün bu daha da böyük bir həyati məsələyə çevrilir. Çünki həmyaşıdlardan geri qalmaq onların o formalaşmaqda olan kimlikləri üçün çox böyük bir risk və təhlükə olaraq görülür. Ona görə valideynlər də müəyyən qədər çətinlik çəkir. Hər nə qədər nəzarət edib limitləməyə çalışsalar da, ətrafda əgər bunu dəstəkləyən digər valideynlər olmadığında, onlar öz övladlarını limitləmək və qorumaq əvəzinə təcrid etməkdən ehtiyat edirlər və qarışıq, onlar üçün də qarışıq və çətin bir durum ortaya çıxır. Ona görə də yəni bu tək səbəblərdən biri deyil, amma bu səbəblərdəndir ki, Avstraliya, müəyyən Avropa ölkələri bugünkü gün sosial media istifadə yaşını 14+ olaraq müəyyən edib. Avstraliyada artıq bu qanun qəbul edilmişdir. Digər ölkələrdə də həmin o nümunənin üzərindən bir çox müzakirələr aparılır.